Elçin müəllim, xoş gördük. Salam. Sizinlə cənub qonşumuza dair növbəti bundan öncəki söhbətimizdə ümid etmişdik ki, İranda hadisələr cızığından çıxmasın. Təəssüf ki, bugün xoşagəlməz hadisələrin şahidiyik. İran ərazisi və paytaxtı İsrail və Amerika təyyarələri, raketlər tərəfindən vurulur, generallar və ali dini lider öldürülüb. Bundan sonra, hadisələrin bundan sonra hansı istiqamətdə gedəcəyini gözləyək? Sözün doğrusu təbii ki, bu yaxşı hal deyil. Bu mənada ki, bizim sərhədlərimizdir. Həmin ölkədə müxtəlif hesablamalara görə ən azından 30, ən çoxu 40-42 milyon bizim soydaşımız yaşayır və bu müharibə, bu bombardmanlar əsnasında onlar da həlak ola, yaralana, əziyyət çəkə bilərlər. Bu baxımdan və ümumiyyətlə Azərbaycanın sərhədləri yanında böyük bir müharibənin, münaqişənin, hərbi münaqişənin baş verməsi istənilən halda bizim üçün təhlükə yaradır. Həm təhlükə yaradır, həm müəyyən çağırışlar var burada və Azərbaycan ümumən İranın taleyinin necə olacağından bir xeyli məqamlar da bizə aid ola bilər, yəni bizə təsir eləyə bilər. Yəni həm humanitar cəhətdən, həm sərhədlərin mümkün dəyişdirilməsi imkanı da var burada, yəni belə bir məqam da ortalıqda var. Və biz deyirdik ki, yəni bu təhdiddir, bir-birini qorxutmaqdır, amma nəticədə bu oldu ki, İran danışıqlarda oldu, amma ipə sapa yatmadı və nəticədə İsraillə Amerikanın demək hərbi müdaxiləsinə məruz qaldı. Yəni burada quru əməliyyatından getmir söhbət. Havadan bombardman olunur, raketlər, təyyarələr və digər belə deyək hərbi imkanlardan istifadə edilərək. Və nə qədər qəribə olsa da İranın ali dini rəhbəri Ayətullah Xameneyi öldürüldü. Aradan qaldırıldı və onunla yanaşı bir sıra ali rütbəli hərbi şəxslər və İranın belə deyək, həyatında, onun idarə olunmasında heç də belə deyək, ikinci rollarda olmayan insanlar öldürüldü. Sözün doğrusu mən əvvəl Ayətullah Xameneyinin öldürülməyinə inanmadım və sonradan özləri də İran rəhbərliyi də rəsmi şəkildə bunu təsdiq edəndən sonra yəni inanmalı oldum, inanmağa məcbur qaldım. Çünki nəsə çox belə asan alındı. Elə bir müharibənin ilk günündə əgər hansısa bir ölkə, hansısa bir rejim öz ali rəhbərini qoruya bilmirsə, onu bilmirəm valla, nə deyim buna. Görünür, İsrail və Amerika Birləşmiş Ştatlarının kəşfiyyatı və hərbi kəşfiyyatı çox güclü şəkildə işləyib və bu insanların bir yerə toplanmağa məqamını tutub və bunların yerlərini dəqiq bilib ki, onları aradan qaldırıb. Bununla yanaşı əsas məqsədlərdən biri indi İranın nüvə proqramının dayandırılmasıdır. Raketlərinin uzaq və orta mənzilli raketlərin istehsalının durdurulmasıdır və
nəhayət rejimin dəyişdirilməsi məsələsi var. Amma hələ ki bu 2 gün ərzində hətta ali dini rəhbər Ayətullah Xameneyi aradan qaldırıldıqdan sonra belə rejim çökməyib. Yəni hələ də müqavimət göstərir İran hakimiyyəti, hələ də və bütün ətrafa belə deyək, imkanları daxilində raket zərbələri endirir. Yəni Körfəz ölkələrindən heç biri qalmayıb, demək olar hamısını bombalayıb. Hətta Cənubi Kipr, yəni Yunan, Rum kəsimində bilir ki, Böyük Britaniyanın neçə illərdir, 10 illiklərdir hərbi bazası var və ümumiyyətlə mən o ərazidə olmuşam, yəni o ərazidən keçmişəm. Təsəvvür eləyin ki, düzdür, mən o zaman orada olanda bir 20 ilin söhbətidir. O zaman biz maşınla gedəndə təhlükəsizlik kəmərlərini bağlamadan gedirdik. Sürücü də rahat, heç bir şey demirdi bizə. Amma Britaniyalıların bazasının ərazisinə keçəndə çöndü bizə, xahiş elədi, dedi ki, o təhlükəsizlik kəmərlərini bağlayın, yoxsa burada Yunanistanın, Kiprin qanunları işləmir. Burada Britaniya qanunları işləyir və onlar bunu görsələr bizi saxlayıb cərimələyəcək və yaxud cəzalandıracaqlar. Və Britaniya ümumən Amerikaya bildirmişdi ki, bu hərbi kampaniyada iştirak eləməyəcək və ümumiyyətlə bunun tərəfdarı deyil. Amma indi 3 raket atılıb, düzdür, o raketlərin, İran raketlərinin heç biri həmin bazaları vurmayıb, dənizə düşübdür deyilənlərə görə. Bununla belə artıq Britaniya və o raket zərbələrinə məruz qalmış Körfəz ölkələri, yəni Ərəb ölkələrini nəzərdə tuturam, artıq onlar da İrana qarşı bu kampaniyaya dəstək vermək fikrindədirlər və bunu elan eləyiblər. Bilmirəm, İran bu zərbələri endirməklə nə demək istəyirdi və nəyə nail olmaq istəyirdi, amma hər halda ona qarşı kampaniya, hərbi kampaniyaya qoşulan və yaxud dəstək verənlərin sayını artırdı. Belədir hələ ki. Xameneyinin ölümündən sonraki proseslər göstərdi ki, əslində İran rejimi bir nəfərə bağlı rejim deyil, sistemdir və onun yerinə gələn, müvəqqəti də olsa gələn şəxs, eyni zamanda onun ətrafında təmsil olunanlar açıq şəkildə bildirirlər ki, Xameneyinin yolundan gedəcəyik, təslimçilik olmayacaq, müqavimətimiz davam edəcək. Bu artıq onu deməyə əsas vermirmi ki, müharibənin, hələlik müharibə deməyək, hərbi əməliyyatlar deyək, miqyası daha geniş müharibə gətirib çıxaracaq və hava zərbələri sonunda yerüstü əməliyyatlar səviyyəsinə gəlib çatacaq. Düşünmürəm, quru demək, əməliyyatını keçsinlər. İndi dünən və bugün belə deyək, Donald Trump'ın verdiyi, bildirdiyi fikirlərə görə deyir ki, ən azından 4-5, hətta 7 həftəyəcən demək, bu kampaniyanı aparmaq fikrindədirlər və deyirlər ki, öz məqsədlərinə çatmayanadək, demək, bu kampaniyanı, bu bombardmanları dayandırmayacaqlar. Və ona görə, bəli, onu düz söylüyorsunuz ki, bayaq mən də fikrimin sonunda dedim ki, Xameneyi aradan qaldırılsa da, götürülsə də, İranda rejim çökmədi. Yəni, bir adama bağlı deyil. Sistem var, düzdür. Bu sistem, bilmirəm nə qədər bir-birinə tabi olan sistemlərdir. Sepah var, demək, ordu var, nə bilim, bəsic var, müxtəlif
qüvvələr var. Sonra prezidenti var ölkənin. Yəni ölkənin ali dini rəhbəri var ki, ölkəni idarə edən odur. Parlamenti var, parlamentin səsi çıxmır. Yəni burada sistem var, amma bu sistemin nə qədər, yəni sistemin ünsürlərinin bir-biri ilə nə qədər düzgün əlaqədə olmaqları barədə bir düzgün qəti fikir söyləmək çətindir. Yəni Krılovun təmsilində olduğu kimi, nə bilim, hərə bir yana mı dartır, yoxsa hərə hamısı çəkici bir yerə vurur. Bu indi bir neçə gün ərzində məlum olacaqdır. Rejimin siz dediyiniz kimi nə dərəcədə dayanıqlı olması və eyni zamanda maraq qruplarının nə dərəcədə bir-birləri ilə uzlaşmaları zamanın göstərəcəyi işdir. Amma bir fakt ortadadır ki, İran siyasi və hərbi sistemi çox ciddi kəşfiyyat problemi yaşayır. Yəni, generalların olduğu ünvanlar dəqiqliklə bəllidir, Xameneyinin harda olduğu dəqiqliklə bəllidir. Ümumiyyətlə, İranın əslində ettalatı və deyildiyi kimi çox güclü bir kəşfiyyat strukturu var idi. Amma proseslər sanki bunun mif olduğunu göstərdi. Sözün doğrusu mən kəşfiyyat deməzdim buna, əks kəşfiyyat deyərdim. Çünki İsrailin və Amerika Birləşmiş Ştatlarının kəşfiyyatları burada güclü işləyib. Görünür, bu bir neçə günün işi deyil. İsrail uzun müddətdir bu görünür kanalları samballayıb, qurub və ona görə də düz söylüyorsunuz, onların İranın belə çıxır ki, əks kəşfiyyatı ancaq özlərinə, mülki əhalini belə deyək, əzməyə çatır, qadınların öldürməyinə çatır gücü. Amma sözün doğrusu bu şəkildə və bu kütləvilikdə ali qurumların, dövlət qurumlarının, hökumət strukturlarının başında duran insanların, necə deyim, qalaq-qalaq, dəstə-dəstə öldürülməsi təbii ki, bu İranın kəşfiyyatı və xüsusən də əks kəşfiyyatının xeyli zəif olduğuna bir nümunədir. Mən burada İranın müttəfiqlərin məsələsi çox maraq doğurur. Söhbət proksi qruplarından və yaxud da Husilərdən filan bu tip qruplardan getmir. Söhbət Çin və Rusiya kimi böyük dövlətlərdən gedir. Amma belə deyək, bu el dilində deyilən kimi hələ ki bunların cınqırı çıxmır. Real olaraq sözdə bəyanatdan o yana keçə bilmirlər. Hanı bəs İranın müttəfiqləri? Cınqır çıxanda nə demək, Rusiyanın ora qoşun yeritməyini gözləyirdiniz. Rusiya Ukrayna ilə bacarmır və ümumən Ukrayna ilə müharibədə Rusiya İrandan asılı idi. Asılı deyəndə ki, indi bir qism demək bu dronları və şaket raketlərini İran ötürürdü Rusiya. Sonra indi Şimali Koreyadan da hansısa bir balistik raketlər filan gəlirdi. Bu marşrut axır kəsilib. Nə mənada kəsilib? Birincisi İranın özünə psat. O həmin silahlar və raketlər lazımdır özünü müdafiə üçün. Digər tərəfdən də bunların ötürülməsi ancaq Xəzər dənizi vasitəsindən mümkün idi. İndi bu imkan da yoxdur. Çünki indi Rusiyadan yəni quru sərhədlər vasitəsilə Azərbaycandan heç cür ötürə bilməzdi. Türkmenistandan da alınmırdı. Amma Xəzər dənizindən rahat olar. Bu hətta ona Xəzər ekspresi də deyirdilər. O xəttə logistika nöqteyi nəzərindən bu artıq imkansızdır. Çünki Rusiya
neftini də o yolla gətirib İrana çatdırıb və dünya bazarına çatdırmaq fikrində idi. İran neftinin özü də və onların əsas alıcıları da Çin və Hindistandır. İndi İran demək Rusiyanın başı Ukraynaya qarışıb, onların əlavə, yəni İrana dəstək verməyə qüvvəsi yoxdur, hərbi qüvvəsi yoxdur və daha sonra demək indi Rus və İran neftinin əksəriyyəti tankerlərdə və demək dünya okeanındadır, amma heç kim ala bilmir bunu. Çin alırdı, indinin özündə təsəvvür eləyin ki, demək Hörmüz boğazını İran bağlayıb, amma güya dediyinə görə ancaq İsrail və Amerika gəmiləri üçündür, amma əslində ora heç kim daha girmir, çünki orada müharibə zonasıdır, atışma zonasıdır və neftin qiyməti birjalarda qalxır. Bu, indi belə düşünmək olar ki, neftin qiyməti qalxanda Rusiya bu sərf eləyir. Bu nöqteyi nəzərdən ki, neftini satıb büdcə kəsirini doldura bilərdi. Amma söhbət ondan gedir ki, Rusiya neftini alan yoxdur. Alanda da Çin alır. Çin də çox aşağı qiymətə alır, yaxud da barter eləyir. İran neftindən də eyni məsələdir. İndi burada bu müharibənin həm belə deyək, Rusiyaya təsiri var, mənfi mənada. Onsuz da iqtisadiyyatı çökmək üzrədir. Öz iqtisadçılarının dediyinə görə büdcə kəsirləri rublla düzdür, amma trilyonları keçib, tutalım 8 trilyon kəsirləri varsa, bunun ancaq ən yaxşı halda 4 trilyonunu bunlar bağlaya bilirlər. Yerdə qalan yarısı, yəni 4 trilyon boş qalır. Onun yerini doldurmağa heç imkanları yoxdur. Çinin özündə də, Çin dünya bazarına ümumən əmtəsini həm keyfiyyətcə, həm də ucuzluğuna görə ötürə bilirdi və hamını bazardan sıxışdıra bilirdi. Neftin qiymətinin qalxmağı Amerika şirkətlərinə sərf eləyir. Çünki onlar neftin, yəni Venezuela nefti də əllərindədir. İndi İran-Rusiya neftinin də qabağını alıblar. Körfəz ölkələrinin OPEC-in məsələn artıq demək neft ixracatını qaldırmaq istəyirlər, artırmaq istəyirlər. Hərçənd bundan əvvəl azaldırdılar ki, qiymətlər çox da aşağı enməsin. Və bu deməkdir ki, Çinə gedən, indən belə gedəcək neft artıq o ucuz qiymətə deyil, baha qiymətə olacaq və Çinin istehsal elədiyi əmtənin maya dəyərinin qiyməti artacaq. Və bu da Çini dünya bazarına indiki kimi rahat şəkildə müdaxilə etməyinə mane olacaq. Düzdür, indi o kampaniyanın və müharibənin neçə müddət çəkəcəyindən asılıdır. Amma hər halda Donald Trump öz istədiyi məqsədlərə çatsa, demək İran nefti də və qazı da onun əlinin altında olacaq. O ki qaldı Rus nefti və qazına, onsuz da o sanksiya altındadır və yenə də dünya bazarına çıxmaq üçün onun bir yolu var idi, cənub yoluydu. Yəni İran vasitəsindən İran da Amerika ələ keçirsə, onun da yolu bağlanacaq və beləliklə yadınıza gəlirsə kiçik Bush'un vaxtında bir belə deyək də deyirdilər ki, bir pis
pis bir zümrə var. Yəni bu oxdur. Pis ox və həmin oxun da tərkibində bir 6-dan 8-əcən ölkə var idi. Və yavaş-yavaş fikir verin, bu ölkələri Amerika həmin bir-bir aradan çıxardır. Yəni Venezuela'yı da bunu aradan götürdü. Demək, Kubanı bu və ya digər şəkildə onu da aradan götürəcək. Şimali Koreya əhəmiyyət verən yoxdur, hələ fikir vermirlər. Demək, İranı aradan götürməkdədir. Rusiyanın bütün yollarını bağlayır və Çini də yavaş-yavaş Çinə tərəf getməyə başlayır. Yəni, bu enerji baxımından, enerji resursları baxımından Çini də sıxışdırır. Və beləliklə də istədiyinə nail ola bilər ki, o, belə deyək, pis oğlanlar klubu, pis ölkələr klubu artıq məhv edilir. Şər. Həkiməm, söhbətimizin əvvəlində siz toxundunuz, söhbətimizin sonunu da istərdim bununla yekunlaşdıraq. Azərbaycanla bağlı mümkün risklər. Doğrusu, daha öncə proqnozlar vardı ki, İrana hərbi müdaxilə olarsa bütün region qarışacaq bir-birinə, amma çox şükür ki, olmadı. Daha sakit templə gedir indiki hərbi əməliyyatlar. Hələ 2 gündür, 3 gündür, indi görək sonrası nə olurdu. Ümid edirəm ki, yəni bir elə böyük faciə, dəhşət olmayacaq. Aha. Yəni bizə Azərbaycanla bağlı sonrası bizə maraqlıdır. Çünki burada ən azı qaçqın axını məsələsi hər zaman gündəmdə olub. Eyni zamanda Azərbaycan ərazisinə mümkün hava zərbələri ehtimalı müəyyən ekspertlər tərəfindən dilə gətirilir. Biz amandayıqmı sizcə? Azərbaycan təbii ki, böyük çağırışlar qarşısındadır. Azərbaycan bütün variantlara hazır olmalıdır. A variantı, B, C, bəlkə də D. Bilmirəm indi nələr ola bilər İrandakı vəziyyətlə bağlı. Sərhədlər dəyişərsə, bir cür yəni bir variant ola bilər. Sərhədlər dəyişməsə, rejim dəyişərsə, İrandakı soydaşlarımız özünü necə aparacaq və nə istəyəcək, artıq Amerikada olan və günah sevən rəhbəri Əhməd Obalı müraciət də elədi 1-2 gün bundan qabaq ki, bizim sözümüzü söyləyən, bizə qahmar çıxa biləcək, bizə dəstək ola biləcək Azərbaycanımız var. Yəni onların gözü müəyyən mənada hamının olmasa da müəyyən bir kəsimin gözü bizdədir. Gözləyirlər ki, biz nə edəcəyik? Hal-hazırda biz belə bir şey etməməliyik və edə də bilmərik. Biz bu münaqişənin nəticələrini gözləməliyik, amma beynimizdə o bayaq dediyim kimi ən azından bir 4 variant hazır olmalıdır. Və buna görə də biz tətikdə olmalıyıq və yəqin ki də tətikdədir Azərbaycan hakimiyyəti, ali məqamlar və bilmirəm, bəlkə onların daha artıq variantları hazırdır, 5, 6, 7. Amma hər halda Azərbaycan bütün bu çağırışlara hazır vəziyyətdə olmalıdır. Həm də burada bir şey də var da, indi ya humanitar yardım etməli olacaq, yaxud böyük qaçqın dalğası olarsa, amma sözün doğrusu mən düşünmürəm ki, kimsə qaçmaq istəsin. Çünki Türk kanallarından birində dünən ona baxdım ki, İran Azərbaycanlısı, İrandan olan bir xanım idi və bir neçə adam idi. Türkiyə sərhəd keçid məntəqəsində onları türk jurnalistlər deyirdi ki, siz
bu münaqişədən, bombardımandan mı qaçırsınız? Söylədilər ki, yox, qaçıb eləmirik, adi şeydir, necə gedirdiksə elə də qayıdırıq və bir də deyir, bura bizim torpağımızdır, biz heç yerə qaçası deyilik. Xanım da söylədi ki, bizdə deyir, telefon, rabitə hamısı kəsilib, mənim Van'da bacım yaşayır, sadəcə olaraq bu məntəqəyə, Türkiyəyə gəldim ki, oradan telefon əlaqəsi qurub deyim ki, bizdə hər şey yaxşıdır. Yəni, insanlar, belə deyək də, o panika deyirlər, panikaya düşən yoxdur, hələ ki sakitlikdir. Və buna görə də hər halda, indi panika olmasa da, Təbrizdəki müəyyən hərbi məqamları vururlar və yeganə bir şey var ki, hələ ki, demək, İranın əhalini təmin edən mülki infrastrukturlara zərbə vurmurlar ki, cəmaat arasında, əhali arasında narazılıq olmasın. İndi hələ ki, belədir, indi sabah bürsüyün, daha bürsüyün nə olacaq onu demək çətindir. Çünki müharibə qızışdıqca İran da qızışıb ora-bura raket zərbələri endirdikcə hər şey ola bilər. Könül istər ki, sizlə növbəti söhbətimizdə müharibənin bitməsindən danışaq, həm oradakı soydaşlarımız üçün, həm Azərbaycan Respublikası üçün ən uyğun senarinin reallaşdığını müzakirə edək. Sizə isə gəldiyiniz üçün təşəkkür edirik. Buyurun, təşəkkür edirəm suallara görə.